İran prezidenti Məsud Pezeşkiyan xalqa müraciət edib. Gündəm xəbərin efirində 1 mart tarixli və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, İran prezidenti Məsud Pezeşkiyan xalqa müraciət edərkən deyib ki, bizim əziz rəhbərimiz İmam Xamneyi Amerika Siyonist Alyansının əli ilə qətlə yetirildi və mən İran xalqına başsağlığı verirəm. Müvəqqəti rəhbərlik şurasında mən Cənab Əcayi, yəni baş hakim və Ayətullah Arafi işə başlamışıq. Biz düşmənlərimizin ümidlərini qıracağıq. Onların bazalarını məhv eləyəcəyik və imkanlarını əllərindən alacağıq. Düşmənlərin qarşısında birlikdə dayanmalıyıq deyə İran prezidenti Məsud Pezeşkiyan xalqa müraciəti zamanı belə fikirləri səsləndirib. Qeyd eləyək ki, ötən gün İranın prezidenti ilə bağlı ölüm xəbərlərinin yayılması gündəmdə idi və oğlu Yusif Pezeşkiyan isə atasının sağ olmasını bildirmişdi və bugün isə prezident özü birbaşa xalqa müraciət eləyərək başsağlığı dilədiyini və düşmənlərə qarşı mübarizədə birləşməyi üçün xalqa çağırış elədi.